başlana ki, bərzəxdə nə olacaq? Qəbirdə hansı suallar qəbirdə sual olacaq? Hansı suallarla qəbirdə işləri yoxdur, onlar qalıb sirata? Hansı suallar mizandadır? Hansı suallar? Onların 10 dənə əsas dayanacaq var. Bir təbiri Quran, mövqəf, isqah var. 10 dənə. O 10 dənə bir-bir danışılar. Ta axırda görək bu 10 dənədən necə qutardı? Salamat çıxdı oradan, ya çıxmadı? O çox geniş bəhsidir. İnşallah ömür olsa, qismət olsa, Allahın müvəffəqiyyəti olsa, bir yol o barədə danışanda çox da eşitməli şirin mübahisələri var onun. İnşallah qalsın o vaxtda. Amma o iki suallar soruşacaqlar, bu barədə eybi yoxdur, bir iki dənə hədis oxuyaq. İki mətləb burada demək olar. Biri budur ki, nədən soruşacaqlar? İkincisi budur ki, əvvəl hardan başlayacaqlar sualı? Hansı əməldən suallar başlanacaq? Buyurur, əvvəl hansı əməldən başlanacaq? Çünki bir dənə də burada mətləb var. O da budur ki, qəbirdə əməl ilə iş yoxdur. Əməldən soruşmaq yoxdur. Qəbirdə etiqaddan soruşacaqlar. O ki, meydidə dəfn eləyəndə təlqin oxuyurlar, qulaq asırsınızsa, orada da görürsünüz əməl yoxdur. İza ətəkəl mələkan əl-müqərrəban və səələkə ən dinikə və ən kitabikə və ən qiblətikə və ən nəbiyyikə və ən imamikə. Bunlardan soruşacaqlar. Rəbb Allahdan, qiblə, kitab, peyğəmbər, imamət. Bax, bunlardan soruşacaqlar. Bunlar insanın əqidələridir. Çünki qəbirdə əməldən soruşmurlar, onun səbəbinin biri də budur ki, hələ əməl qutarmayıb. İnsanın əməli qəbirdə hələ qutarmayıb. Düzdür, insan öldü, öz əməli qutardı. Özü bir dənə Sübhanəllah deməyə qadirdir. Can ki, çıxdı, qutardı. İcazə alasan deyəsən, icazə ver, billah ilahe illallah da deyim də yoxdur, qutardı. 70 ildə nə deyibsən, deyibsən. Toylarda oturanda deydin biyaz, bağlarda oturanda deydin onlardan biyaz. Kef eləyəndə biyaz onlardan deydin. Orada nə dedin, nə demədin də o qutardı. Amma səndən sonra mümkündür sənin evladın sənə xeyirliyə göndərə. Mümkündür sən bir körpü tikibsən, o körpüdən hər kəs keçir, sənə savab gəlir. Hələ əməl bağlanmayıb. Dırnaq açılıb, amma hələ bağlanmayıb. Hələ gəlir. Mümkündür bir ağac əkibsən, onun kölgəsində hər kəs oturur, deyir, ay Allah, rəhmət elə bu ağacı əkənə. Hələ sənə savab gəlir. O ağacın meyvəsini yiyənlər, o ağacın meyvəsində yarpaqlarının üstündə oturan quşlar, onların hamısı sənə xeyridir, bərəkətdir, hələ gəlir. Bir quyu qazıbsan, o quyunun suyundan hələ heyvanlar istifadə edir, insanlar istifadə edir, bitkilər istifadə edir, sənə xeyir gəlir. Bir məscid tikibsən, hələ orada nə qədər namaz qılınır, sənin payın gəlir. Salih evlad qoyub gedibsən, onun dilindən, elmindən, ibadətindən, imanından sənə xeyir gəlir. Hələ qəbirdə əməl qutarmayıb. Qiyamətə qədər mümkündür sənə xeyir gələr. Bir dənə şagirdin ola, sən ona bir dənə bismillah öyrədibsən. Ona bir dənə əlifbə öyrədibsən. O böyüyüb olub müştehid. O da bir şagird tərbiyyət eləyib. O da bir şagird tərbiyyət eləyib. Qiyamətəcən əgər onlar şagird tərbiyyət eləsələr bir-birinə, hamısında sənin payın var. Bu hesabların hamısı Allahınkidir qiyamətdə. İndi birdən əgər şeytanəti də öyrədibsən, o şeytanətdən də payın var. Əgər bir dənə pis əməlin təməlin qoyub çıxıb gedibsən, əgər bir dənə iki tirəlik salıb çıxıb gedibsən, əgər bir dənə bir yalan danışıbsan, sənin o yalanın nəticəsində bir iddə imandan çıxıb, nə qədər qiyamətəcən o yalanın əsəri var cəmaatın içində, sənin də payın gəlir, şükür Allaha.
Odur ki, buyurur, qəbirdə əməldən söhbət yoxdur. Qəbirdə ancaq etiqaddır. Çünki öldün, oğlun səni əgər müşrik olsaydın, müvəhhid eləyə bilməyəcək. Əhdiyin ağaçlar da səni əgər imamətə etiqadın var idi, imamətdən çıxarda bilməyəcək. Əhdiyin ağaçlar səni məsələn, əgər etiqadın yox idi, səni etiqada gətirə bilməyəcək. Etiqad, əqidə qutardı ölməklə. Amma əməlin hələ davam eləyir. Buyurur, qiyamətdə etiqad məsələsi həllidir. Qəbirdə odur, ondan sonra əməl başlanır. O da hansı mərhələdə, hansı etapda, hansı əməllər, onlar uzun söhbətlərdir. Çox gözəl hədisləri var, çox gözəl ayələri var. Quran o barədə çox gözəl danışıb bizim üçün. Yəni, açıqlayıb hər şeyi. Bölüb insanları və Peyğəmbərin nə rolu olacaq, imamların nə rolu olacaq, Peyğəmbərlərin, xüsusən İslam Peyğəmbərinin rolu nədir, onların hamısını açıqlayıb bizə deyib. İndi onlara da uzun bəhslərdir, girmək olmaz. Amma bunun eybi yoxdur ki, bilək, bizdən nə soruşacaqlar və əvvəl hardan başlayacaqlar? Həzrət buyurur, İslam Peyğəmbəri, buyurur ki, Quranın ayələrindən işarə edir. Buyurur, elə ki, qiyamət başlandı, qiyamətin siratının üstündə mən dayanacağam. Sirat körpüsü var. Özdə mən təh dayanmayacağam. Əli əleyhissalamla dayanacağam. İkimiz orada dayanacağıq. Və orada da dünya dörkündən biri deyənəm, demokratiya belə gəldi, demokrasi belə getdi, nəm burada kimin haqqı tapdalandı, kimin haqqı tapdalanmadı. Və bunlar hamısı boş söhbətlərdir ki, nə deyənlərin etiqadı var indi bu dünyada biz görürük, nə eşidənlərin etiqadı var bu sözlərə. Bu sözləri Yaziddən, Muaviyyədən, Firondan belə Hamid deyib, gəlib indi deyiləkinə, Hamid deyir ki, nə də gedirlər. Əməldə də heç birisi yoxdur onların. Dünyanın heç yerində də yoxdur. Sən onu özündə görürsən onları. Və qiyamətin günündə də əmr Allahın əmridir və hamı da Allaha tabedir. Maliki yevmiddin, heç bir şeyin, heç bir peyğəmbərin, heç bir övliyanın, heç bir imamın ixtiyarı yoxdur qiyamətdə. Hamısı əgər ixtiyar veriləcək, Allah verəcək ixtiyarı. İzn Allah'ınkidir, qiyamət Allah'ınkidir. Allah da buyurur ki, mən öz haqqımı eləyə biləm kimə verəm. Onu sən deyə bilməzsən, sən haqqı kimə vermə. Sən necə dünyada malın var, deyirsən bu bağımı verəyəm o oğluma. Sənə biri deyə bilər vermə. Bu maşınımı verirəm qonşuma. Oğlun deyə bilər niyə verirsən qonşuya, əcəb edirəm. Pul qazanmışam. Gönlüm istəyir, qonşuma verəm, dostuma verəm, qızıma verəm, yoldaşıma verəm, atama verəm, öz malımdır. Məndən sonra, mal sizə çatandan sonra neynərsiniz, eləyərsiniz? Hələ mən diriyəm, ən-nas müsəllətunə əla ənvalihim. Hər bir insan əqlidə hökm edir buna ki, öz malının ağasıdır.